İmam Həsən Əskəri əleyhissalam buyurur ki, Nəhnu hocəcullahi alə xalqi. Biz xilqətin, yəni yaradılışların höccəti Allah tərəfindən. Hədisin davamında buyurur ki, və cəddətəna Fatimə, cəddimiz, nənəmiz, anamız Fatimə hüccətullahi aleynə, bizə höccətdir. Yəni diqqət edirsiniz, Allahın höccəti bu sözü deyir. İmam Zaman əleyhissalam buyurur ki, İnnəli fibnəti Rasulullah usvətun həsənə. Quran-ı Kərim buyurur ki, usvətül həsənə kimdir? Peyğəmbər sallallahu aleyhi ve sellem. Amma zamanənin imamı buyurur ki, mənim üçün, bizim üçün usvət-i həsənə, gözəl örnək, gözəl ülgü anamız Fatimə Zəhra sallallahu aleyhi ve sellem. İmam Baqir əleyhissalam buyurur, وَلَقَدْ كَانَتْ صَلَوَاتُ اللّٰهِ عَلَيْهَا طَاعَتُهَا مَفْرُودَةً عَلَى الْجَمِيعِ مَنْ خَلَقَ اللّٰهِ مِنَ الْجِنِّ وَالْإِنْسِ وَالطَّيْرِ وَالْبَهَائِمِ وَالْأَنْبِيَاءِ وَالْمَلَائِكَةِ. Görün Həzrətin məqamı nə qədər üstündürsə, buyurur İmam Baqir əleyhissalam ki, Allah Teala fərz edib, fərz yəni nə? Vacib edib. Kimlər? Ənbiyalar, mələikələr, ins, cin, bütün yaradılışlar hamısı anam Fatiməyə, nənəm Fatiməyə itaət eləmələri vacibdir. Nə üçün Həzrət Zəhra itaət etmək bütün məxluqatlara vacibdir? Nə üçün Həzrət Zəhra salamullahi əleyhə olmayan bir zamanda ki, peyğəmbərlər var idi, ki Həzrət Zəhra yox idi, onların itaəti fərzdir. Həqiqətən də onun məqamını dərk eləmək qeyri-mümkündür. Sadəcə biz nə bilərik? Bunu edə bilərik ki, onlara itaət edək. Həzrət Zəhra salamullahi əleyhanın həyatına baxsaq, onun əxlaqi davranışları, bir qız övladı kimi atası ilə münasibəti və bir həyat yoldaşı kimi həyat yoldaşı ilə münasibəti və bütün Həzrətin bu qısa müddətdə yaşadığı müddət ərzində bizim üçün gözəl bir ülgüdür. Hər bir təbəqədə olan insan üçün, istər qadın olsun, istər kişi olsun, istər qız uşağı olsun, istər övlad olsun, fərqi yoxdur. Yəni xanımın həyatına biz baxsaq, görərik ki, bütün təbəqə üçün, bütün insanlar üçün bir nümunə.